05-i çəkib sizə göstərirəm. Burada artıq hər kəsin məndən tez-tez çək nə olar? Serato çək 2008, 2010, 11-ə qədər Serato çəkməyi istəyirlər məndən. Tapmışam, bir dənəsi də var burada Serato. Baxaq görək hara bazarı üçündür. Amerikada mı, Koreyada mı, yoxsa servisli mi? İndi avtomobilin rəngi Bardovudur. Avtomobillə bağlı xahiş elə məlumatlar verərdinizsə, izləyicilərin əksəriyyəti Serato istəyir. Mən bazarda tapa bilmirəm Serato çəkməyə. Çünki avtomobil o qədər gözümlü avtomobildir ki, alan satmaq istəmir. Qardaş, ili nədir və hara bazarı üçün? İli 2009-dur, Korey bazarı üçündür, qədər pol nufuldur. Yəni istəməyən bir şey, hər bir şey işlək vəziyyətdədir, saz vəziyyətdədir. Hər bir şey, yəni alan adam belə çıxmasın, hərənin öz ustası, öz tanışı vardır. Yəni, baba bəy mənim sözümə kimsə inanmaya bilər. Aparıb özü yoxlatdıra, istədiyi, ürəyi istədiyi yerdə yoxlatdıra bilər. Nə qədər gedibdir maşın? 27 min. 27 min kilometr. Bəli. Biraz mənim ölçəli gəldi. 27 min kilometr gedib avtomobil. 27 min olmaz. Mil sayfəsi. 270 min. Qardaş deyir ki, 270 min gedib avtomobil. Koreya bazarı üçün. 1.6-dır yoxsa 2-dir? 1.6 Dodge motor. 1.6 Dodge motordur. Yəni orada daşıyan motordur. Avtomobilin qəzası, dəyişən dəyişən bir dənə bu kırlafçı, başqa heç nə. Sağ qanat dəyişibdir. Bir dənə bu dəyişib, başqa yoxsa. Burada görürsünüz. Buranı da xanım gəlib sürtüb, onu deyəsə onu özüm dəşməmişəm. Çünki kiməsə desin, bunu buna görə düzəltmişəm, mənə inanmır deyə. Başqa bir detallar yoxdur. Faktor olaraq neçə verəcəksiniz ən son fikriniz? Ən son qiymət 13.5, 13.4 real alıcı. Real alıcı 13.500, bəlkə də 13.200-ə 300-ə. Hal-hazırda bazarda var. Yəni versiz açarsız daxil olmadan avtomobildə, yəni ki, indiki vəziyyətdə avtomobildə yəni səliqəlidir, şitində çat yoxdur, hər şey qaydasındadır, multiroldur, sükandır, avtomobilin oturacaqları üzlənibdir və səliqəli avtomobil dəri salon. Açarsız daxil olmaqdan tutulmuş avtomobildən hər şey var. Belə, rəngi əladır, yəni çox qəşəng rəngi var. Arxa park radarına qədər hər şey var avtomobildə. Hər şeydə işlək vəziyyətdədir, qardaş deyil. Real alıcı da olsa 13.300-ə qardaş deyil verərəm. 13.300-ə bəlkə verməzdi, mən deyirəm verər. 2009-cu il. Qiymət qədər 14 minə deyirik. Serato. Yəni Bəli, deməli servisdir bax bu Elantra. 2008 dediniz də buna, hə? 2009-cu ilin servis Elantrasıdır. 13.800-ə day deyir ki, bunu sataram və real yürüyüşü nə qədərdir day dedin? 215 mində real yürüyüşü var. Yəni ki, 13.800 və təsəvvür edin ki, və bir dəfələrlə soruşursunuz ki, mən 13.500-ə, 14.000-ə mən maşın alım. Mən həmişə deyirəm ki, 13.000-iniz varsa, 13.000, 14.000 aralığında pulunuz varsa, və sualsız, cavabsız bu avtomobilə gedin, verin, alın, sürün və görəcəksiniz ki, bu avtomobil daşlayandır. Yəni, mən şəxsən bu avtomobildən idarə eləmişəm və bilirəm ki, bu avtomobil necə bir dözümlü avtomobildir. Salonda yeri gəlmişsə çox səliqəlidir. Baxın, daim monitor da qoyubdur, oturacaqlarının vəziyyəti, dərisinin vəziyyəti əladır. 13.800-ə həqiqətən dəyər bu maşına 13.800 vermək. Çünki avtomobil çox dözümlü avtomobildir. Hyundai Elantra, bu Hyundai Elantralar, yəni ki, sürənlər bilir ki, bu maşın mən sən əl çəksən, bu səndən əl çəkəsin deyil. Yəni, çox dözümlü maşındır. Qəzası vuruğu olmayıb day deyir, beskraskadır day deyir. Heç bir problemi yoxdur. Bu da Amerikaydı da, hə dayı? Bu da 14.000-dir qiyməti. 14.000. 200 nə qədər də bu gedib? Çox detallar beskraskadır. 150 min mildə bu gedibdir. Bunun da qiyməti nə olacaq? 14.000. 14.000. İndi biz təzən qaydırıq, yenidən qaydırıq servis Elantranın yanına. Baxırsınız mühərrikxana, demək olar ki, belə deyək də, o Kia Rio'lardır, aksentlərdir, onların mühərrikləri ilə eyni Dodge mühərrikdir və bu avtomobilin mühərrikxanası da çox genişdir. Yəni, ustalar da bu avtomobili çox tərifləyir, çünki dözümlü avtomobildir. Avtomobil mühərriki nə idi, qardaş, yeri gəlmişkən? 1.6 sadə və sep mühərrikdir. Sürətlər qutusu sadədir. Bu avtomobil həqiqətində çox dözümlü avtomobildir və detalları indiki vəziyyətdə, yəni hardan ürəyin istəyir və ucuz qiymətə al, detallarını dəyişdir, eləcə də bu avtomobili idarə elə. Bu avtomobil, yəni ki, almanların Çeşka deyirsiniz. Ha, bax, eyni həmin avtomobilin dözümlülüyü bəlkə də ondan da dözümlüdür. Belə, Hyundai Elantra. 13.500-ə, 14.000-ə məndən ala bilərəm sualı verənlər. Mən məsləhət görərdim ki, gedib Chevrolet Cruze falan verməkdənsə, gedin bunu alın sürün də, qardaş. Valla dözümlüdür. Hyundai Elantra, bu avtomobil bazarda özünü təsdiqləyib. Çox səliqəli, kişinin də maşını çox səliqəli maşını da yeri gəlmişkən
Detallarına da baxanda görürsən ki, B-klaskadır, servisli və səliqəli vəziyyətdədir. Avtomobillə bağlı nömrə deyin zəhmət olmasa, nömrəniz nə idi? 070 898 60 66. Avtomobil bazardadır, inşallah satılar. Satılmasa da bu nömrə ilə əlaqə saxlayıb avtomobilə harda baxmaq olar qardaş? Yasamalda baxmaq olar. Bəli, avtomobil yaxşı vəziyyətdədir. İnteryerini bir də göstərmək istəyirəm. Baxın. Bəli. Görürsünüz? Səliqəlidir. Oturacaqları da səliqəlidir. Elə. Çox danışmaq istəmirəm. Avtomobil bilənlər bilir ki, Hyundai Elantranın bu gövdəli olan, bu ildə olan Hyundai Elantralar necə dözümlüdür. Allah